67 nömrəli çalışmaya baxaq. Sualda deyir ki, iki zərb eyni zamanda bir dəfə atıldıqda üzə düşən xallar cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimalını hesablayın. Dostlar, əvvəlcə nə edərik? Düşən xallar cəminin 6-dan kiçik olması sayını hesablayaq. Ümumi mümkün halların sayından həmin halların sayını çıxsaq, biz 6-dan kiçik olmama hadisəsinin ehtimalını tapa bilərik. Gəlin yazaq həmin cütləri. Məsəl üçün 1-1 cütü düşsə, cəmi 6-dan kiçikdir. 1-2 cütü düşsə, cəmi 6-dan kiçikdir. Məsələn, 1-3 cütü düşsə, cəmi 6-dan kiçikdir. 1-4 cütü də düşsə, cəmi 6-dan kiçikdir. Daha sonra 2-də 1 cütü cəmi 6-dan kiçikdir. 2-2 cütü 6-dan kiçikdir. 2-3 cütü 6-dan kiçikdir. Daha sonra 4-1 cütü 6-dan kiçikdir. Daha sonra 3-1 cütünün də cəmi 6-dan kiçikdir və 3-2 cütünün də cəmi 6-dan kiçikdir. Deməli, 6-dan kiçik olan neçə halımız var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 10 dənə hal cəmi 6-dan kiçikdir. Ümumi mümkün hallarımızın sayı nəyə bərabərdir? Əgər ki, 2 zər açılırsa ehtimal məsələsində mümkün halların sayı 36-dır. Onda mən 36-dan 10'u çıxsam, alaram 26. Deməli, 26 əlverişli halda 6-dan kiçik olmama sayıdır. 6-dan kiçik olmama sayıdır. Bizdən ehtimalı soruşur. Ehtimal isə əlverişli halların sayının mümkün halların sayına nisbətinə bərabərdir. Aldıq ki, 6-dan kiçik olmama üçün əlverişli halların sayı 26-dır. Mümkün halların sayı da 36-dır. 2-də nəzər atıldığı üçün 2 ixtisar aparsaq, 18-də 13 alınır. Cavab olar Y variantı. Daha sonra 68 nömrəli çalışmaya baxırıq. Əbob və əkob hasilini soruşur. Baxırıq, əbob və əkobun daxilindəki ədədlər hər ikisində eynidir. 32 və 68. Bilirik ki, əbob AB vurulsun, əkob AB hasili bərabərdir, A vurulsun B-yə. A-nın yerində 32 dayanır, B-nin yerində 68 dayanır. Elə bunların hasilini tapmaq kifayətdir. 8, 2, 16 yazarıq bir yadda, 24, 25, 12 yazarıq bir yadda, 8, 19, 6, 7, 2176 cavab olar Y variantı. 69 nömrəli çalışmada deyir ki, sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onları həm 2-2, həm də 3-3 oturtmaq mümkün olarsa, sinifdə neçə şagird var? Deməli, bizim tapacağımız ədəd 30 ilə 40 arasındakı elə bir ədəddir ki, həm nədədir, həm 3-ə, həm də 2-yə bölmək mümkündür. Onda həmin ədədi tapmaq üçün əkob 2K və 3K-nı tapmaq kifayətdir. Əkob 2K ilə 3K-nı bərabər edə bilərik neçəyə? 6K-ya. Deməli, 30 və 40 arasında elə bir ədəd var ki, o 6K-ya bölünəcək. Məsələn, K-nı misilləri, məsələn, 6-nın misillərinə bərabər olmalıdır həmin ədəd. Məsələn, K-nı 1 götürsək 6 olar. Məsələn, K-nı 2 götürsək 12. Amma ki, 30-40 aralığına daxil deyil deyə bunları götürmürük. Daha sonra K-ya müxtəlif ədədləri verərik. Məsələn, K-ya 5 versək eləyəcək 30. Amma ki, 30 ədədi 30-dan 40 arasında yerləşmir. Məsələn, K-ya 6 versək eləyər neçə? 36. K-ya 7 versək eləyər 42. Bizdən isə soruşur ki, 30-40 aralığına düşsün. 30-40 aralığına düşən ədəd nədir? 36. Deməli, sinifdə 36 şagird var. Cavab olar Y variantı.